Harda bir ahmaq adam var, dindar. Onu nümunə gətirirsiniz, ondan ilham alırsınız. O ilə döyüşürsünüz. Siz Nəsimi ilə döyüşün də. Heç bir ateist görmədim Füzuli ilə döyüşən. Götürsün Füzulini təhlil eləsin, Nəsimini təhlil eləsin, Nəsrəddin Tusini təhlil eləsin, Rus demişkən nifraf çıxarsın. Eləmirlər bunu. Çox qəlizdir axı biraz. Hə, çünki başa düşürlər ki, bunlar gözəl insanlardılar. Ən yaxşı halda deyirlər ki, onlar riyakarlıq ediblər, onlar əslində dinə inanmırlar. Deyirəm, hardan çıxartdınız bunu? Onun bütün gözəlliyi dindən gəlir. Nizaminin bütün gözəlliyi Quranın hikmətindən gəlir. Siz bunu araşdırın. Hə, axtarırlar hardasa bir zalim dindar tapırlar, məhdud ağıllı dindar tapırlar. Onun üzərindən öz fəaliyyətini qururlar, tənqidlərini qururlar,